Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, dəyərli şagirdlər, xoş gördük sizləri. Bugün 11 may tarixində OTK-nın keçirdiyi blok sınav imtahanının ədəbiyyat suallarının da izahına baxacağıq. Azərbaycan dili sualları da kanalımızda var, keçib izləyə bilərsiniz. Və bu arada dərslərimizə qoşulmaq üçün də nömrələrimizi görürsünüz, istifadə edə bilərsiniz. Və sizlər üçün aşağıda videonun altında bir neçə kanal linki yerləşdirmişəm, WhatsApp kanalları. Orada keçib maraqlı suallar görə bilərsiniz, fərqli və biraz da çətin, nə bilim, suallar işləmək istəyənlər keçib oradan baxa bilərlər. Müəyyən paylaşımlar, eyni zamanda videolar, dərslər haqqında müxtəlif paylaşımlarımız olur və keçib o linklərdən də abunə ola bilərsiniz. Və bu arada kanalımıza da abunə olun ki, sizə tez bir zamanda videolarımız gəlib çatsın. Keçək 61-ci sualdan baxaq. Əsgər nə istəyir? Bir təzə nəğmə, nəğməsiz darıxır əsgər tüfəngi. Bir əsgər qəlbində qopan zümzümə bir vətən daşını isidəcəkdir. Deməli, burada təsvir vasitələrlə bağlı bir sualdır. Bir əşya və hadisənin əlamətinin başqa bir əşya və hadisə üzərinə köçürülməsi yolu ilə məcaz növü yaradılmışdır. Baxın, burada köçürülməsi yolu ilə nə yaranır? Metafor yaranır. Nəğməsiz darıxır əsgər tüfəngi. Əsgər tüfənginin darıxması nədir? Köçürmədir. Deməli, bu doğru fikirdir. Fikrin emosionallığını artırmaq üçün şeirə ritm və melodiya gətirən təkrarlardan istifadə olunmuşdur. Məsələn, nəğmə sözlərini burada görə bilərsiniz, bir sözlərini görə bilərsiniz və s. Yəni, təkrarlar var. Fikrin təsir gücünü artırmaq üçün söz sırası qəsdən pozulub. Bəli, nəğməsiz darıxır əsgər tüfəngi. Görürsünüz ki, inversiya yaradılıb burada da. Bu da doğru fikirdir. Deməli, nəzərdə tutulan bir söz əvəzinə onun başqa anlayışın işlədilməsi yolu ilə yaranan məcaz növü. Bu ad dəyişmədir. Deməli, bunu götürməyəcəyik. Burada ad dəyişmə metaniya yoxdur. Sözə qüvvətləndirici başqa bir təyin edici söz, yəni epitet deyir, o da yoxdur. Cavab olur elə A variantı 1, 2, 3. 62-ci suala baxaq. Sultan Səncər və Qarı Hikmətin Fəziləti əsərləri üçün ortaq cəhətləri müəyyən edin. İbrətamiz məzmun daşıması. İbrətamiz məzmun daşıyır mı? Təbii ki, ikisində də var bu ibrətamiz məzmunluq. Yüksək vəzifəli məmurların seçki yolu ilə, burada seçki yolundan danışa bilmərik heç birində. Ədalətli idarə etmənin vacibliyi təbii ki, hər iki əsərdə var. Ədalətli idarə etmə məsələsi, deməli bunu götürəcəyik. Padşahın ölkədə baş verənlərdən xəbərdar olmasının vacibliyi məsələsi, bu Sultan Səncərə aiddir. Hikmətin Fəzilətində zaten hökmdar müsbət obrazı idi. Güc birlikdədir fikrinin əsas ideya kimi verilməsi, bunun heç birinə aid etmək olmaz. Cavab olacaq 1-3, Y variantı. 63-cü suala baxın, nöqtələrin yerinə yazıla bilməz. Hemingway'in Qoca və Dəniz əsərində balaca oğlan səhər tezdən ovdan qayıdan qocanın komada yatdığını görəndə rahat nəfəs alır. Bəli, əsərin sonuna doğru bu cümləni görə bilərsiniz. Atasının qocanın bəxtinə inanmadığını söylüyor. Təbii ki, bu da doğru fikirdir. Qocaya tilova keçirmək üçün 2 dənə tunes balığı verir. Düz fikirdir. Balıq tutmağın bütün sirlərini qocadan öyrənmişdir. Düz deyir bunu da. Qocaya balıq tutmaq üçün çox uzaqlara getməyi məsləhət görür. Xeyr, bax bu yanlışdır. O qocadan soruşur ki, balıq tutmağa hara gedəsən? O da deyir ki, mənim çox uzaqlara getmək fikrim var. Belə, növbəti sualımıza baxaq, 64-cü sual. Müsbət Fəxrəddin əsəri ilə bağlı doğru fikri istəyir bizdən, müəyyən edin. Fəxrəddin insanların İslamdan və şəriətdən uzaq düşdüyünü dilə gətirir. Düz fikirdir bu, deyir. Rüstəm bəy bütün əməl və düşüncələrində mühafizəkarlığın qatı tərəfdarı kimi çıxış edir. Bu yanlışdır, çünki məsələn, qızını oxutması filan bu cümləni fikri inkar edir. Fəxrəddin gələcək həyatını səadətlə birlikdə təsəvvür edir. Əlbəttə ki, səadətlə təsəvvür edəcəkdir. Kimlə təsəvvür edəcəkdir ki? Fəxrəddin baş verən bütün hadisələrin günahını Rüstəm bəydə yox, cəhalətdə görür. Cəhalətdə, yanlış fikirdir. Rüstəm bəyin xudbinliyi və mənəm-mənəmliyi övladının ölümünə səbəb olur. Doğru fikirdir bu. Burada cavab olacaq 1-3-5, amma bu görürsünüz burada 1-3 variantında yazıblar. Əslində buna yazılmalıdır ki, tam cavabı seçin. Yəni, məsələn, bu da doğrudur, bu da. Çünki burada 5-i də götürməlisən əslində. Cavab A variantı olacaq təbii ki, amma belə suallarda biraz orada diqqət edilməlidir ki, tam cavab seçilsin. Nurəddin hekayəsində hadisələrin baş vermə ardıcıllığını müəyyən edin. Əmraslanla Gülpərinin planından xəbər tutması, meşədə azaraq ağacda gizlənməsi, İmamverdi babanın yanına getmə fikrindən daşınması, yoldaşlarına ziyafət verməsi və
Rəhimdən onu Baharın yanına göndərməsini təvəqqə etməsi. Deməli, burada götürəcəyik birinci götürəcəyik Gülpərinin planından xəbər tutması. Bu plandan xəbər tutandan sonra İmamverdi babanın yanına getmək fikrindən daşınır. Çünki İmamverdi baba xəstə idi. Deməli, 1 götürəcəyik, sonra 3, sonra 2-ni götürəcəyik ki, həmin elə bu hadisələrdən sonra gedir meşədə Azır ağacda gizlənir. Sonra yoldaşlarına ziyafət verməsi və bir də nə qaldı? Rəhimdən onu Baharın yanına göndərməsini təvəqqə etməsi. Deməli, 1, 3, 2, 5 baş verir bu. Sonra da ardınca bu. 4. Deməli, nə oldu? 1, 3, 2, 5, 4. Cavabımız belədir. Və nəticədə B variantı. B. Aha. Keçən ilin son gecəsi piyesində Həmdə obrazı ilə bağlı verilmiş fikirlərdən hansıların yeri dəyişdirsə uyğunluq bərpa olunar. Ərinin səsini dinlədikdən sonra təskinlik tapır və baş verənləri təbii qəbul edir. Bəli, doğru fikirdir bu. Qızı Gülarə və kürəkəni Süleyman əslində nə üçün gəldiklərini biləndə bir anlığa sarsılır. Bəli, bir anlığa sarsılır çünki bayram üçün gözləyirdi bunları. Bunlar da gəlmişlər uşaq qoymağa. Poçtalyonu haqlı hesab etsə də, bax bu yanlış fikirdir, haqlı hesab etmir heç bir halda. Sonra yanlış fikirlərə baxırıq. Oğlu Rüstəmin nişanlısı ilə barışdırmağa çalışsa da bunu bacarmır. Amma bacarır, göndərir ora. Bu yanlış fikirdir. Elə yanlışın altında düzdür bu. Poçtalyonun dediklərini qəbul etmir. Övladlarının onu sevdiyini əmindir. Düz fikirdir. Bu belədir. Övladlarını da başına yığıb, əri Qəzənfərin səsinə qulaq asır. Xeyr, övladları yox idi yanında artıq onda qulaq asanda. Deməli, yeri dəyişdirməli fikir düzü yanlışa keçirəcəyik. 3 ilə 5. Deməli, bunların yerini dəyişəcəyik. Yanlışı da düzə keçiririk. Növbəti sualımıza baxaq. Almas İldırımın Əsir Azərbaycanın və Əhməd Cavadın Azərbaycan bayrağına şeirləri ilə bağlı ortaq fikirləri müəyyənləşdirin deyir. Hecə vəznində bəndlər şəklində ikisi də yazılıb. Konkret bir hadisəyə emosional bədii münasibət ifadə etmişdir. Bunu biz deməli deyə bilmərik. Konkret bir hadisəyə, hər hansı bir hadisəyə həsr olmayıb, ümumi şeirdir. Sonra deyir ki, Nikbin pozitiv əhval-ruhiyyə aparıcıdır. Bu da yanlış fikirdir. Məsələn, Əsir Azərbaycanında oyun edasından biraz başqa notlar var. Yəni, nikbinlik olmaya da bilər. Lirik qəhrəman vətənə, onun müqəddəsliyinə dair fikirləri öz əksini tapmışdır. Əlbəttə ki, burada vətən mövzusu əsas məsələlərdən idi. Doğma yurdun düşmən tapdağından azad olması məsələsi yoxdur. Cavab olacaq 1-4. 68-ə baxaq. Hayf ki, yoxdur qoşması haqqında doğru fikirləri müəyyənləşdirəcəyik. Doğru fikri. Əsərdə təsvir olunan gözəllər müəllifin bədii fəlsəfi təxəyyülünün məhsuludur. Yanlış fikirdir, çünki bu real gözəllikdir. Əsərdə yarandığı dövrlə bağlı müəyyən təsəvvür yaranır. Əlbəttə elə bu olacaq doğru fikir yəqin ki. Təbiət mövzusunda yazılmış qoşmada ictimai motivə də yer verilmişdir. Yanlışdır, təbiət mövzusunda deyil, ictimai mövzudadır. Lirik qəhrəman qadın gözəlliyi ilə bağlı fikirləri şeirdəki təəssüf hissini üstələyir. Xeyr, təəssüf hissi onsuz da hayf ki yoxdur, var da əsas yer tutur. Lirik qəhrəman saray gözəllərinin onlarla birlikdə məsələsi də yanlışdır. Sadəcə sonda deyir ki, yəni bir növ Şuşaya qayıtmaqla bağlı məzmunlu bir bənd ifadə edir. Deyir ki, Vaqif Əxtərindilər, Lütfü Kərəmlər, belə yerdə qalan vallah vərəmlər. Nəysə, baxaq bu sualımıza. Deməli, Anamın kitab əsərinə əsasən cədvəldəki doğru bəndi müəyyənləşdirin. Mirzə Məhəmmədəli Rüstəm bəyə lüğət üçün sözlər deyir, Rüstəm bəy də lüğətdə rəfvar sözləri. Bu yanlış fikirdir, yəni bunu götürə bilmərik. Rüstəm bəy iclası açıq elan edərkən rusca danışır, Mirzə Məhəmmədəli yad dildə danışmağa etiraz edir. Burada əslində bu variant da gündəmdə olan variantdır. Baxaq axıra kimi. Deməli deyir ki, Zəhrəbəyim ana vəfat edir, qardaşlar səhvini anlayıb eyni amal uğrunda birləşirlər. Xeyr, eyni amal uğrunda heç vaxt birləşmədilər. Qardaşlar arasında Gülbahara görə dəfələrlə fikir ayrılığı yaranır. Əlbəttə ki, fikir ayrılığı yaranırdı. Gülbahar qardaşların onun ailə qurması üçün mübahisələrinin faydası hesab edir. Bəli, deməli, bilir ki, faydasız da boşdur. Yəni, bunlar onsuz da bir fikrə gələsi deyirlər. Ona görə də heç hansısa birini seçmir.
Bunu düz götürəcəyik. Cavab yəqin ki 4 olacaq. 4. İndi deyəcəm 2 niyə səhv olur. Səməd Vahid Gülbaharı dostuna ərə vermək istəyir. Zəhrabəyəm buna razı olur. Belə bir şey yoxdur. Burada məsələ nədir? Bax, iclası açıq elan edərkən rusca danışır. Mirzə Məhəmmədəli etiraz etmir. Əslində birinci ondan qabaq orada deməli Mirzə Zeynal etiraz edir. Mirzə Məhəmmədəli də Mirzə Zeynala bir növ dəstək olur da, belə deyək. Bu baxımdan hardasa bunu da səhv götürmək olar. Amma məsələn D variantı olmasa 2-ni dərhal götürərdik. Belə deyək də, testə görə götürürük. Aha, İblis əsəri ilə bağlı doğru fikri müəyyənləşdirin. Mühitlə arzular arasında uçurum görən Arif ehtiras və nəfsinə hakim ola bilir. Xeyr. Sonda dəyişir. Ehtiras və nəfsinin quluna çevrilir. İnsanların öz mənfi etirazlarının əslinə çevrilməsi iblisi məyus etmirdi, sevindirirdi. Bu yanlışdır. Haqq ədalət axtarışları Arifi əsərin sonunda kamil insana çevirir. Xeyr. Tam tərsi iblisləşdirir. Arif iblisə mi uymuş bəşəriyyət ittihamı ilə iblisin diqqətini öz üzərinə çəkməyə çalışır. Belə bir şey yoxdur. Yəni öz üzərinə niyə çəkməyə çalışsın ki? Arifə qarşı qoyulmuş iblis obrazı dünyada yalnız Allahı özünə rəqib hesab edir. Bax, bu fikir doğru fikirdir. Dilindən də deyilir ki, yalnız rəqibim Allahdır, iblis. Adəm ona ləkə vurmuşdu, ondan sonra iblisləşmişdi. Əvvəl mələk idi deyir. Deyir, mən əvvəl bir mələk idim. Adəm adlı sayğısız mənə ləkə vurdu. Ondan sonra deyir, artıq tək rəqibi Allahdır. Əkinçi şeirlə bağlı doğru fikir. Bu arada mən sizə bir şey də deyim. Bax, bu əsərin tam bütövlükdə izahını vermişəm, kanalda var. Yəni gedib kitab oxumağınıza da ehtiyac yoxdur. Əsəri həm oxuyursunuz, həm də izahını oradan dinləyirsiniz. Girib baxa bilərsiniz ona da. Əkinçi şeirlə bağlı doğru fikirləri müəyyən edin. Mülkədarın nitqindən əkinçinin hansı əzab əziyyətlərə qatlaşdığı aydın olur. Bəli, mülkədarın nitqindən deyirsə bunu götürəcəyik. Sonra əsərdə əkinçinin mülkədara əvvəllər də borcu qaldığını üzə çıxır. Doğru fikirdir. Deməli, indi deyir, yorğanınız satmağa ol amadə əkinçi, belə bir şey. Palazını deyir, yorğanı nəsə. Əvvəl də borcu var idi də. Mülkədarın yaşayış tərzi əkinçinin yaşayış tərzi ilə qarşılaşdırılır. Sonuncu bənddə biz bunu görürük. Elə deyəsən cavab 1, 2, 3 olacaq. Əsər boyu gülüşün müxtəlif növlərindən məharətlə istifadə edilib. Müxtəlif deyil də eyni satirik gülüşdən istifadə olunub. Cəmiyyətdəki problemləri əks etdirən müəllif onun bədii həllini də göstərmişdir. Xeyr, burada həll deyilə bir şey göstərilmir. Ona görə cavab olacaq 1, 2, 3. 72-də deyir, Azad hekayəsi ilə bağlı yanlış fikir istəyir bizdə. Əsərdə hadisələrin 2-ci Dünya müharibəsi illərində baş verdiyi aydın olunur. Düzdür bu fikir. Sonra deyir, əsərdə müəllif Azərbaycanın birliyi və bütövlüyü məsələsinə ortaya qoyur. Sonuncu cümlədən də biz bunu görürük əsərdə. Əsərin qəhrəmanı vətənin, xalqın azadlığı uğrunda mübarizədə müxtəlif millətin nümayəndələri ilə birlikdə. Bax, burada müxtəlif millət yoxdur. Burada xalq azadlığından söhbət gedir. Ona görə Dünya müharibəsi dövründə baş versə də müxtəlif millət nümayəndələrini orada görmürük. Xalqın öz azadlığını qazanmasının digər ictimai-siyasi problemlərin həllinə deməli yol açacağına inan var. Əlbəttə ki, var, doğru fikirdir. Müəllif əsərdə dostluğa dəyər verən obrazlar yaratmışdı. Fərda ilə Azad doğru fikirdir. Deməli, C variantı. Başımdan getmişdi sevdanın qəmi, xəyalım gəzirdi bütün aləmi. Bu dustaq könlümü deyin yenəmi, çəkdiniz sorağa, suala gözlər. Şair Müşfiqin gözəl şeirlərindən biridir. 2 misrada epitetdən istifadə olmuşdur. Dustaq könlüm var. Başqa bir şey burada epitet görmürük. Yanlış fikirdir bu. 2 misrada yanlışdır. Bizdən də doğrunu istəyib. Bütün misralarda daxili bölgü eynidir. Baxaq görək. Başımdan getmişdi sevdanın qəmi. 6 + 5. Xəyalım gəzirdi bütün aləmi. 6 + 5. Bu dostluq könlümü deyin yenəmi? 6 + 5. Çəkdiniz sorağa, suala gözlər. Bu da 6 + 5. Bəli. Biri 2-dir. Doğru fikir. Metaforla yanaşı təşbihdən istifadə olunub. Xəyalım gəzirdi bütün aləmi. Bu metafordur. Deməli, bu dostluq könlümü. Xeyr, burada təşbih görmədik. Sonra deyir ki, şeirdə
İşlenen inversiya və bədii sual emosionallığı artırır. Bədii sualı görürsünüz, sonda var. İnversiyada xəyalım gəzirdi bütün aləmi, məsələn, var. Doğru fikirdir bu da. Qoşmanın orta bəndə olmağı da təbii ki, qafiyə quruluşundan görünür. Bunu deməli, üçü eynidir. Məsələn, tutaq C, tutaq ki, B. Belə bir şey. Üçü bir-biri tək. Bu da doğru fikirdir. Deməli, 2, 4, 5 variantı, o da B variantı. Qızılgül olmayaydı poemasında sənət adamların repressiya dövründə sifarişlə əsər yazmağı məcbur edildikləri aydın olunur. Xeyr, biz bunu götürə bilmərik, bu yanlış fikirdir. Sifarişlə əsər yazmaq falan belə bir şey yoxdur. Müəllif Mikail Müşfiq ilə birlikdə Nizami Bayrondan tərcümə. Nizami xeyr, belə bir şey yoxdur. Həm heca, həm əruz vəzninin poetik imkanlarından məharətlə istifadə olunub. Əsər sərbəst şeirdir, ona görə bu da yanlışdır. Lirik parçalar aparıcı olduğu üçün təkkiyə yer verilməmişdir. Təkkiyə var əsərdə, təkkiyə yer verilib, bu yanlış fikirdir. Müşfiqin simasında vətənpərvər yaradıcı insanların repressiyaya məruz qalmaları haqda aydın təsəvvür yaranır. Düz deyir də, düz deyir. Aydın təsəvvür yaranır. Elə əsərin əsasında duran məsələ budur. Sonra bu sualımıza baxaq. Yenicə dünya, deməli burada nə deyir bizə? Venn diaqramında uyğun fikirlər tapacağıq. Leyli Məcnun və Dəhnamə əsərlərinin müqayisəsidir. Yenicə dünyaya gələn obraz sanki deməli son gününü əvvəldən duyur. Bu Leyli Məcnuna aiddir. Bura aid eləyəcəyik. Qəhrəmana xeyirxahlıq etməyə çalışan obraz yaradılmışdır. Biz bunu ortaq cəhət kimi götürə bilərik. Məsələn, Dəhnamədə bağban obrazı var. Və eyni zamanda Leyli Məcnunda da Nofəl obrazı var. Ortaq cəhətdir. Baş qəhrəmanın aşiq olduğu qız real insan obrazı deyil. Bu pəridir. Bunu buraya yazacağıq. C. Baş qəhrəmanın aşiq olduğu qız real insan obrazı deyil. Bəli. Eşqə düşən obrazın yazdığı məktublar onun ülvi duyğularını əks etdirir. Bu yəqin ki, Dəhnamə olacaq. Bunu da buraya yazarıq. Sonra əsərdə şəxsiyyət azadlığı, şəxsiyyət cəmiyyət məsələsi. Bu da şəxsiyyət azadlığı deyirsə Leyli Məcnundur. Bunu da buraya yazaq. 1-ə A-Y, 2-yə C-D, 3-ə B. A-Y, C-D, B. C variantı. 76-cı sualda yanlış fikir istəyir. Mahnılar lirik növün digər janrlarına nisbətən daha sonralar yaranıb. Bu doğru fikirdir. Mahnılar nisbətən sonra yaranıb. Mərasim nəğmələrinin müxtəlif növləri var. Toy mərasimi, yas mərasimi deyir, düzdür. Folklorun epik növündə olan əsərlər həm nəsr, həm nəzmlə ola bilər. Doğru fikirdir. Doğru fikirdir. Epik növdə məsələn tapmacalar, atalar sözləri buna nümunə ola bilər. Aşıq yaradıcılığına aid əsərlər bütün ədəbi növlərdə yarana bilir. Dramatik növ yox. Bax, bu yanlış fikirdir. Dramatik növdə yarana bilmir. Lirik epik növdə yaranır. Aşıq yaradıcılığında dövrün mühüm hadisələrinə münasibət öz əksini tapır. Əlbəttə ki, olacaq. D variantı. Koroğlu ilə Bolu bəy qolu əsasında obrazlarla bağlı uyğunluğu müəyyən edin. Düşmənin üç tərəfdən çənli belə hücum etdiyi xəbərini Aşıq Cünun gətirir. Bu yanlışdır. Heç birini aid etmirik buradakı obrazlara. Bolu bəyə və onun dəstəsinə bələdçilik edən Mehdər Murtuzu bağışlayan Koroğludur. Bunu buraya yazacağıq. Koroğlunun əsir aparılması barədə dəlilərə xəbər çatdıran Xoca Əzizdir. Bunu bura götürürük. Oğurlanmış atını qaytarmaq üçün Ərzincana gedir. Atını uğramamışlar, özünü uğramışlar. Ərzincana aparırdı Bolu bəy. Yanlış fikirdir. Çətin vəziyyətdə dəlilərə çıxış yolu göstərirmi? Göstərir Nigar xanım. Bəli. B, Y, C. B, Y, C. Elə A variantı. Baxaq. Badi Səba mənim dərd dilimi ilə bağlı doğru fikirdir. Aşiqin əhvalının ətraflı ifadəsi onun necə əzab çəkdiyini göstərir. Onsuz da bu başdan ayağa aşiqin əhvalıdır. Elə bu variant olacaq doğru fikir. Aşiq pak məhəbbətə yüksək dəyər verir. Qarşı tərəfdən də bunu gözləyir. Belə bir şey yoxdur. Aşiq bədii Badi Səbaya göndərdiyi məktuba cavab ala bilmədiyindən ümidini itirir. Belə bir şey də yoxdur. Orada bədii suallar şəklindədir. Şeir bədbin sonluq diqqət çəkir. Bu da səhvdir. Sevgilinin aşiqin hisslərinə biganə yanaşması onun əğyar məsələsi burada qəti yoxdur. Həmdəm olmasından xəbər verir. Səhvdir. A variantı. Aldanmış Şevakib əsərində saray adamları nə üçün Şah Abbas Yusif Sərracı hakimiyyət başına gətirməyi vacib hesab edirlər? Yusif Sərracı hakimiyyət başına görə gətirirdilər ki, həm təhlükədən azad olurdular, həm də
bir müddətlik Şah Abbas bu təhlükədən azad olurdu. Yəni təhlükə deyəndə elə Yusif Sərhədin özünü təhlükə hesab eləyirdi Axund Səməd. Cavab C olacaq. Növbəti sualımıza baxaq. Anabacı əsərindəki təhkiyəçi anabacını yazıb oxuya bilməməsini əsas problem hesab edir. Elə bu yanlış fikirdir. Belə bir şey yoxdur əsərdə. Anabacını köhnə nəslin son qəhrəmanı hesab edir. Bu əsərin sonlarına doğru bu cümləni görə bilərsiniz. Hətta əbzasın ilk cümləsi olmalı idi səhv etmirəmsə. Anabacının mənəvi baxımdan böyüklüyü, ucalığını etiraf edir. Əlbəttə ki, elə əsərin sonunda ən çox bunu görürük. Sonda anabacı haqqında düşüncələrini dəyişir. Bəli, çünki əvvəl anabacıya pul təklif eləyir, falan eləyir, amma o deyir ki, yəni mən sənə bunu nəyinsə qarşılığında gətirməmişəm. Ondan sonra fikirləri dəyişir, onun haqqında müsbət fikirlər yaranır onda. Anasının tövsiyələrinə əməl etməsi də doğru fikirdir. Cavab olacaq A variantı. Qaçdıq, gəldik 81-ci suala. 81-də Dəli Kür əsərindəki obrazlarla bağlı yanlış fikir istəyir bizdən. Deyir ki, Molla Sadıq mövhumatın fanatizmin müdafiəçisidir. Bəli, kəndin molası idi. Bu belədir. Cahandar Ağa zamanın sərt axarının yaratdığı yeni ictimai-siyasi şəraitə tab gətirə bilən yox, bilməyən güclü xarakterli obrazdır. Güclü xarakterli deyə bilərik də, amma bu ictimai-siyasi şəraitə tab gətirə bilmir. Cavab B variantıdır. Düşməni ilə açıq döyüşdən çəkinən Allahyar mənəviyyatca yoxsuldur. Elə ən çox da mənəvi yoxsulluğu onun açıq döyüşdən çəkinməsi idi. Əşrəf yeniliyi təcəssüm etdirən gəncliyin nümayəndəsidir. Bəli, Tiflisdə təhsil alırdı. Şamxal düşüncə və davranış baxımından Cahandır Ağanın davamçısı kimi qiymətləndirilir. Doğru fikirdir bu da. B variantı. 82-ci suala baxaq. Müxtəlif dillərdə lirik əsərlər yaratmış sənətkarları müəyyən edin. Müxtəlif dillərdə, Məsələn, Çıxırıq Nizamini, Çıxırıq Məhsiyyətini bunlar təkcə farsça yazıblar. Qətranı da çıxacaq, o da təkcə farsdır. Qədim dövrdə Azərbaycan dili yoxdur yazılı ədəbiyyatda. Hətta burada müxtəlif dillərdə deyil. Bax, Nəsimi, Füzuli, bir də Xətai. Bax, hələ birini də əlavə eləyərəm, Xətai. Bu üç sənətkarı orta dövrdə keçirik. Belə yadınıza saxlayın. Üçü də üç dildə yazıb. Türk, fars, ərəb. Deməli, cavabımız 2-3 olacaq. O da Y variantı. 83-cü sualımıza baxaq. Deyir ki, nümunə əsasında doğru fikri müəyyənləşdirin deyir. Gənclik bir qızıldır, ömrün əlindən düşərək torpağa yox oldu birdən. Tapmaq həvəsi ilə həmin qızılı torpağı yuyuram göz yaşlarımla mən. Qafiyə quruluşu AA, BA şəklindədir. Bunu düz deyir. Qafiyə quruluşundan görürsünüz. AA, BA. Fars dilindən tərcümə edilmişdir. Bəzi şagirdlər deyə bilər ki, müəllim, mən bunu hardan bilim? Xəqaniyə bax. Xəqani qədim dövr şairidir və o yalnız farsça yazıb qədim dövrdə. Ona görə də deməli tərcümə olunub da indi ana dilindədir. Doğru fikirdir. Orta dövrə aid nümunə səhvdir. Orta dövr deyil, qədim dövrdür. Təşbih və metafor işləmişdir. Gənclik bir qızıldır. Ömrün əlindən düşərək torpağa yox oldu birdən. Deməli, gənclik bir qızıldır və ömrün əlindən düşərək torpağa yox oldu. Ömrün əlindən düşməsi metafor, gəncliyin bir qızıl olması təşbih deyə bilərik bunu. Lirik qəhrəman gəncliyin sağlamlığını qorumağa çalışır. Haradadır? Düşdü torpağa yox oldu. Harada qorudu ki? Deməli, cavabımız olacaq 1, 2, 4. Belə. Vaqif piyesində Şeyx obrazına aid fikirləri müəyyənləşdirin. İbrahim xan Qarabağdan qaçmasına yardım edir, yox, onu Qacara xəbər verir, yardım etmir. Şuşaya gedən gizli yolda Qacarın ordusuna bələdçilik edir. Bəli, bunu deyir ki, Qacar deyir ki, bizə bu yolda bələdçilik elə. O da deyir, buyurun, buyurun. Qapımız açıqdır sizə. Eldarı İbrahim xanın gözündən salır. Onun təhlükəli işlərlə məşğul olduğunu bildirir. Deyə bilərik bunu. Düzdür. Vaqifin dinin düşməni adlandırır. Xeyr, bu dinin düşməni adlandıran Qacar idi. Ona görə bu yanlış fikirdir. Deyir, ölsün gərək, dinin düşmənidir. Eldarın və Vaqifin gizli planları haqqında Qacarı xəbərdar edir. Hansı planları idi bu? Yanlış fikirdir. Heç onun özü Eldarın, Vaqifin gizli planlarını bilirdim ki. Qarı ilə birləşərək Xuramanı İbrahim xana ərə getməyə razı salır. Bəli, 2, 3, bir də 6. Elə İbrahim xanın ərə getməsi məsələsini qarı ilə bu eləmişdilər. 85-ci sualda Oqtaylıoğlu əsərlə bağlı doğru fikirlər müəyyənləşdirin. Aslan bəyin teatrı məsciddən üstün tutması hadisə zamanını daha da hiddətləndirir. Elə düz fikirdir bu. Biraz da daha kişi hirslənir.
Oktay Aslanbəyin pullarını üzünə çırparaq ondan intiqam alacağını, ondan deyil, intiqam almaq məsələsi deyirsən, mənim intiqam hissindən çox aşağıdasan. Arxasında da o elə bir dənə mahnı, belə, nəysə, bu onun intiqam hissindən çox aşağıdaydı. Deməli, yanlış fikirdir. Səməd Rus teatrını Milli Teatrdan üstün tutur. Oktayın orada fəaliyyət göstərməsini istəyir. Bəli, bunu elə görürük onun dilindən. O 2 dənə təklif eləmişdi. Bir qubernatorun dilmancı, bir də Rus teatrında işləmək məsələsini. Daniyarba və Şakinskinin əsl niyyətinin nə olduğunu Firəngizə Səməd söyləyir. Bəli, axırda Firəngiz səhnəyə çıxanda orada Firəngizə deyir ki, deməli Daniyarla Şakinski pul verib 500 manat ki, onlar səhnəyə çıxmasın. Doğru fikirdir. Sevər Oktayın başına gələn fəlakətlər arasında 3 şeyi, xüsusən də onu heç vaxt unutmadığını söyləyir. Bu tərsi nədir? Bunu Oktay deyir. Deyir ki, deyir bu qədər bəlanın içində unutmadığım 3 şey var. Təxmin edirəm də sözlər eyni ilə deməyə bilərəm. Deyir, biri bu xalq, biri sən, biri də o vəfasız. Bu üçünüz. Deməli, nə oldu cavab? Bir, düzləri deyirdi mi? Düzləri deyirdi. 1, 3, 4. Belə işlər, ay Göyürgə, belə işlər. Elə gəldik Göyürgənin sualına çıxdıq. Zəhər hekayəsində Mirqasım obrazı ilə bağlı arada sualımız qalmadı ki, birdən qalıb eləyər. Deməli, Mirqasım obrazı ilə bağlı yanlış fikirləri müəyyənləşdirin. Meşəni gözləyən son aqibətdə konkret olaraq heç kimi günahlandırmır. Düz deyir də, günahlandırmır Mirqasım. Atın, hətta deyir oğlanları o iş eləyirdi. Yəni oğlanların da əli vardı bu işdə. Atın aqibəti ilə meşənin taleyini oxşar olmasını təsadüf hesab etmir. Xeyr, elə təsadüf idi. Meşənin su altında qalacağını düşündükdə ata ehtiyacı olmayacağını anlayır, belə bir şey yoxdur. Meşənin aqibəti onu kədərləndirsə də özünü tox tutmağa. Hətta deyir, o beyninə fikirlər gəlir, amma fikirlər beynindən çıxardırdı. Meşəni qorumağa gücü çatmadığı üçün özünü aciz, gücsüz hesab edir. Belə bir fikir də deməli yanlışdır. 2, 3, 5 fikrini götürəcəyik yanlışları. Və gəldik nəyə? 87. Deməli deyir ki, dağlar qoşmasına əsasən uyğunluğu müəyyən edin. Bir ay yarım nobardan keçəndə, bu ikinci dağlardır. Deməli, bahar fəsli yaz ayları gələndə, bu da birinci dağlardır, birinci. Deməli, baxırıq. Lirik qəhrəman özünün Məcnunla müqayisə edir. Ələsgər Məcnun tək yardan yaralı deyir. Bu birinci dağlara aiddir. Sonra deyir ki, vətən dağları sanki yetim kimi insansız qalıb. Bu fikir birinciyə aiddir. Çünki orada köç eləməsi falan məsələlər var idi. İctimai siyasi mövzudadır. Bunlar ikisi təbiət mövzusundadır. Bunu məncə heç birini götürməyəcəyik. Aşıq hər bənddə nikbinliyini qoruyub saxlayır. Bunu ola bilər ki, baxın uşaqlar, burada belə bir variant qeyd edəcəm mən. Ola bilər ki, buna götürərlər. Əslində, bilirsiniz niyə deyirəm götürərlər? Mən sizə tam olaraq izah edeyim. Bax, bu şeir, bu ikinci, bahar fəsli yaz ayları gələndə şeiri, Nikbin əhval-ruhiyyə ilə yazdığı şeirdir də, birinci dağlardır. İkinci dağlar bilirik ki, bədbindir. Birinci dağlar üçün ümumi olaraq deyirik Nikbindir. Amma burada yazıb ki, hər bənddə nikbinliyini qoruyub saxlayır. Burada bir dənə məqam var ki, deyir, köçər ellər düşər səndən aralı, firqətindən Gülnərgizin saralı. Ələsgər Məcnun tək yardan yaralı, gəzər səndə dərdli nalalı, dərdli qəmli nalalı dağlar. Məncə bunu götürməzlər. Götürsələr də yanlış eləmiş olarlar. Ona görə mən bunu yazmayacağam. Ümumi fikir kimi belə bir şey. Nəysə, 1-ə B, 2-yə A, bir də nə qaldı? Son bənddə müəllif özünü məzəmmət elədiyi ikinci dağlardır. Ona görə bura yazırıq B-yə. 1-ə B-yə, 2-yə A. Amma D də götürə bilərlər. Amma düzgün olmaz götürsələr. Çünki burada demir. Məsələn, ümumi olaraq desək ki, bahar fəsli yaz ayları gələndə əsər nikbindir. Onda düz götürərəm, D-ni də yazaram.
Amma yazıb ki, hər bənddə nik birliyini qoruyub saxlayır. Amma bu sonda axı qorumur. Ona görə 1-ə B-yi, 2-yə A. Bax, belə yadınıza saxlayın. Növbəti nədir? Deməli, belə bir şeir verib. Baxaq görək. Osman Sarıvəlinin Ala Çinar şeiri. Oxuyaq görək nə deyir? Ala Çinar, qanın vardı qanımda, üzüm ağdır, utanmıram yanında. Heç demədim, əyri yollar haçadır, əyilmə ki, mənim başım ucadır. Ala Çinar, heç demədim, dağ-dərə, hara gəldi, sinə gərdi səngərə. Qoy mərmilər dik başını əyməsin, mənə dəysin, yarpağına dəyməsin. Güllələr mənə dəysin, yarpağına dəyməsin. Ala Çinar, xəbər vermə anama, mən ölürəm. Sən ah çəkib ağlama. Yenə bəzən toz kimi sərbəsər, sən bəzənsən, gəlin qızlar bəzənər. Nəysə ki, baxaq görək nə deyir suallardan. Deyir ki, Ala Çinar şeirinin müqayisə eləyək. Nəyə görə? Məzmununu müqayisə eləyəcəyik. Məsələn, Məsələn, deyə bilərsiniz ki, belə şifahi ilə deyim. Bax, Çinar ömrü şeirində Çinarın qurmasından söhbət gedir. Burada isə Çinarın qurması deyil, obrazın ölüm səhnəsində Çinara vəsiyyət eləməsindən söhbət gedir. Bu şeirdə. Sonra deyə bilərik ki, hər ikisində, məsələn, ortaq cəhətdə yaza bilərsiniz, hər ikisində insan və təbiət vəhdətdə verilmişdi. Vəhdətdə verilmişdi yaza bilərik. Belə bir şey. Yenə burada da yəqin ki, Çinar məğrurluq simvolu kimi göstərilə bilər. Bunu da ortaq cəhət kimi göstərə bilərik. Belə. Başqa da nə fikirlər yazmısınız? Şərh bölümünə yazarsınız, baxarıq. Mətn əsasında cədvəli tamamlayın. Bədii təsvir vasitələri nümunə. Məsələn, bunu yaza bilərsiniz. Yenə bəzən tovuz kimi sərbəsər. Məsələn, təşbih. Sonra başqa nə var idi? Üzüm ağdır, utanmıram yanında. Bir də burada məsələn qoy mərmilər dik başını əyməsin. Bunu yaza bilərsiniz. Sırf təsvir dediyinə görə mərmilərin başının əyməsi nədir? Metafor. Başqa nə var? Mən ölürəm. Ağlama. Təzad falan var, amma bunu götürməyəcəyik. Bizə çünki təsvir vasitəsi deyir. Nümunənin də misraları yazırsınız bura. 90-cı sualda da deyir ki, ədəbi növdə mətnlə eyni ədəbi növdə olan əsərləri seçib həmin ədəbi növə aid xüsusiyyətləri yazın. Eyni ədəbi növlər. Bunlar lirik növdədir. Ona görə də Səsli qız epik növdür, poemadır. Ağac əsəri təmsildir, çıxırıq. Deməli, ana şeiridir Cabbarlının. Bir də yağış yağarkən 2-3 seçirik. Xüsusiyyətlər də yazarsınız. Lirik növün xüsusiyyətini yazın. Tərənnüm əsasdır. Sonra obyektə subyektin münasibətin ifadəsi var. Belə və s. Oldu uşaqlar, hələlik. Özünüzə yaxşı baxın. İnşallah qarşıdan gələn imtahanlarda hamınıza maksimum nəticə arzulayıram. Uğurlar.